Rusiya ölkəyə vizasız gələn əcnəbilərdən niyə QR kod tələb etməyə başlayır? Azərbaycanlı miqrantlar nə ilə üzləşə bilərlər? Müstəqil ekspert deyir ki, burada gizli məqsəd ola bilər. Söhbət vizasız rejim əsasında Rusiyaya gedən xarici vətəndaşlar üçün yenilənmiş rəqəmsal qeydiyyat sistemindən gedir. Yeni qaydaya əsasən iyunun 30-undan etibarən bu ölkəyə vizasız gələn xarici vətəndaşlar, o cümlədən azərbaycanlılar əvvəlcədən müvafiq portal vasitəsilə xüsusi QR kod almalıdırlar. Ölkəyə girişdən azı 3 gün əvvəl rəqəmsal identifikasiyadan keçməli, şəxsi məlumatlarını, səyahətinin məqsədi, marşrutu və Rusiyada qalma ünvanını sistemə daxil etməli, həmçinin foto və sənədlərin skanını yükləməlidir. QR kodun olması da hələ ölkəyə girişə zəmanət vermir. Rəsmi məlumatlara görə yekun qərar sərhəd xidmətinin səlahiyyətində qalır. Rusiyaya girdikdən sonra əcnəbilər də biometrik nəzarət, barmaq izi və foto çəkiliş prosedurlardan keçməli olacaqlar. Bu qayda hazırda eksperiment xarakteri daşıyır və hələ ki 1 il müddətində qüvvədə olacaq. Rusiyanın yerli mediasının mütəxəssislər və rəsmilərə istinadən yazdığına görə bu yenilikdə məqsəd miqrasiya, xüsusən də əmək sferasına nəzarəti gücləndirməkdir. Yəni bu yolla qeyri-qanuni miqrantları müəyyən etmək və sənəd dövriyyəsini qaydaya salmaq daha da asanlaşacaq. Keçmiş diplomat, siyasi şərhçi Nahid Cəfərova görə isə məqsədin məlumatların toplanması olduğu aydındır. Amma əsas sual nə niyyətlə sualıdır? Mən inanmıram Rusiya hansısa bir institusional səviyyədə sanki miqrantlarla bağlı hansısa bir prosesi mükəmməlləşdirmək üçün hansısa bir islahatlar həyata keçirsin. Yəni bunu biz kənara qoya bilərik. Mənə elə gəlir ki, burada əsas məqsəd məhz kontrol məsələsidir. Ölkəyə kimlər gəlir, ölkəyə gələn adamlar hardan gəlirlər? Sabah tutalım ki, Rusiya bundan həmin ölkələrə qarşı təzyiq formatı kimi istifadə edə bilərmi? Və digər tərəfdən biz Rusiya-Ukrayna müharibəsinə baxanda görürük ki, əsasən Rusiya hökuməti çalışır ki, ora miqrantlardan daha böyük dəstələri göndərsin həmin müharibəyə. İstənilən halda bu məlumatlar Putin hakimiyyətinə müəyyən təzyiq vasitəsi kimi istifadə etmək üçün lazım ola bilər. Eyni zamanda bu insanların sayını və yerini müəyyən etmək də onları rahatlıqla vətəndaşlıq təklif edib qarşılığında müharibəyə göndərə bilər. Nahid Cəfərov onda qeyd edir ki, Rusiyada olan miqrantların geri öz ölkələrinə, o cümlədən Azərbaycana qayıtmaları bu ölkələr üçün xüsusən də sosial problemlər yaradır deyə həmin hökumətlərin rəsmi Moskvaya güzəştlər əldə etmək üçün müraciət etmələri gözləniləndi. Siyasi şərhçiyə görə Rusiya hökumətinin güzəşti boş-boşuna verməyəcəyi də aydındır. Putin bir çox şeylər tələb edə bilər onun əvəzində. Yəni Putinə ən birinci lazım olan məsələ loyallıqdır. Bugün görünən odur ki, Azərbaycan və Azərbaycan kimi digər dövlətlər artıq sanki Çini Rusiyadan üstün tutmağa başlayırlar. Və Putin də çox gözəl başa düşür ki, əgər Çin onun rolunu dolduracaqsa, o boşluğu dolduracaqsa Cənubi Qafqazda, yəni Rusiya Çini asanlıqla çıxarda bilməz bu regiondan. Rəsmi Bakı hələ ki Rusiyanın bu tələbinə bir münasibət açıqlanmayıb. Bu ilin əvvəlindən Rusiya miqrasiya qaydalarını sərtləşdirməyə başlayıb. Qeydiyyata düşməyən miqrantlar ölkədən deportasiya olunacaqlar. Qeydiyyat üçün rus dilindən imtahan da vermək tələb edilir. Ukraynada döyüşmək üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlayanlara isə güzəşt edilir. Rusiyanın 2024-cü ilin sonuna olan rəsmi statistikasına görə Rusiyada azərbaycanlı miqrantların sayı 330 mindən çoxdur. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə isə Rusiyada təxminən 122 min azərbaycanlı miqrant miqrasiya qeydiyyatından keçib. Amma qeyri-rəsmi mənbələr və ekspertlər Rusiyada yaşayan azərbaycanlıların sayının 2 milyondan çox olduğunu, onlar arasında qeydiyyatdan keçməyən, qeydiyyatla bağlı müəyyən problemləri olan miqrantların da sayının kifayət qədər çox olduğunu iddia edirlər.